30 illik var konstitusiyanın. Eyni zamanda suverenlik ilidir də. Bu çox önəmlidir bunların birlikdə kutlanması. Çünki Azərbaycanın müstəqilliyi çox ağırlı və acılı bir gedişatla üzləşdi. Həm dövlət nəzəriyyəsində, həm beynəlxalq hüquqda dövlətin 3 təməl anlayışı verildiyi var. Müəyyən bir ərazi, daimi əhali və təsirli hökumət. Beynəlxalq dövlətlərin hüquq və vəzifələri haqqında 1933-cü il konvensiyası da var, Montevideo konvensiyası adlanır, Uruguayın paytaxtında qəbul olunur. Orada 4-cü əlamətdə var, beynəlxalq münasibətlərdə iştirak etmək qabiliyyəti. Onu qoyaq qırağa. Azərbaycan müstəqil olandan təəssüf ki, onun ərazisinin bir hissəsi işğal olundu. Orada yaşayan əhali oradan qovuldu və uzun müddət, 30 ilə yaxın bir müddətdə Azərbaycan hökumətinin o ərazidə təsiri olmadı, yəni effective government. Bu çox önəmli bir əlamətlərdir. Məsələn, müqayisədə sizə deyim, Gürcüstan Azərbaycandan öncə müstəqilliyini elan etmişdi və Azərbaycandan da öncə BMT üzvlüyünə müraciət etmişdi. Buna baxmayaraq, Azərbaycan Gürcüstandan öncə BMT-yə üzv ola bildi 92-ci ilin martında, Gürcüstan 92-ci ilin iyununda. Niyə? Bizdən öncə elan etdilər, bizdən öncə müraciət etdilər, niyə bizdən sonra qəbul olundular? Çünki o dönemdə Gürcüstanda təsirli hökumət, effective government olmayıb. Orada Kamsafuriya dönəmi idi, Filistin'de vətəndaş müharibəsi idi və BMT-də də qərar alındı ki, siz bu 3-cü əlamətə uyğun gəlmədiyinizdən hələ BMT üzvü ola bilməyirsiniz. Azərbaycan hökuməti o zamanlar çox zəif olsa da, amma təsirli hökuməti var idi. Baxın, bunu nə üçün deyirəm? Konstitusiyaya görə 30 il ərzində və ondan da əvvəlki dönəmlər konstitusiyalarımız olub və onların hüquqi qüvvəsi Azərbaycan bütün ərazisində şamil olunmuş sayılır. Bu işin tekstual tərəfidir. Tekst ümumiyyətlə gözlə görünən, əllə toxunan hər bir şeyə deyilir. Məsələn, tekstil sənayesi də, tekst latınca tikiş demək. Tekstil sənayesi də elə odur. Sözün kökü tekst. Amma bir də var kontekst. Kon birlikdə deməkdir. Tekst tikilmə deməkdir. Yəni birlikdə tikilmiş. Bu konstitusiyanın tekstinə daha çox önəm verilir çoxları tərəfindən. Bu ilkin yanaşmadır, yanlış deyil özlüyündə. Amma yalnız konstitusiyanın tekstini oxuyarak konstitusiyanı anlamaq olmur. Mütləq gərək konteksti də anlayasın. Kontekst də nədir? Xalqın tarixidir, onun mədəniyyətidir, geniş anlamda uzatmayayım, adət ənənəsi filanı, ölkənin siyasi ənənələridir. Çünki çox gözəl bir konstitusiya yazmaq olar. Tam nəzəri, hər şeyə görə mükəmməl bir tekst. Amma nəticədə görəcəksən ki, o işləmir. Niyə işləmir? Hökumət işlədə bilmir. Qəsdənmi onu pozur? Hüquqşünaslar mı onu şərh edə bilmir? Yox. Məlum olunur ki, o konstitusiya bu cəmiyyətin kontekstinə uyğun gəlmir. Konstitusiya hüququnun nəzəriyyəsində belə bir son zamanlar akademik ədəbiyyatda belə bir anlayış formalaşıb. Xarici talisman fenomeni, foreign talisman fenomeni. Bu nə demək? İndi gör-götür dünyası da aydın məsələdir. Ölkələr xüsusilə uğurlu örnəklərdən öğrenip nəsə götürməyə çalışırlar. Best practices deyirlər ona. Mən həmişə deyirəm, best practice öğrenmək vacib də şey, amma worst practicesləri də öğrenmək lazım. Pis təcrübələri də öğrenmək lazım. Niyə ancaq yaxşı təcrübələr? Ən azı müqayisədə sən bilməlisən ki, nə ilə müqayisədə bu yaxşı təcrübə? Və bu Latin Amerika ölkələrinin kontekstində düşünülüb bu anlayış. Xarici talisman fenomeni. Latin Amerika ölkələri demək olar ki, hamısı Amerika konstitusiyasını örnek götürüb və az qala olduğu kimi köçürüb. İki palatalı parlament, çox güclü ali məhkəmə, qanunları konstitusiyaya uyğunluğunu yoxlayıb, qanunları ləğv edə bilmə səlahiyyəti, prezidentin heç birisində demokratiya qurula bilmədi. Xuntaları demirəm, xunta tamam başqa bir təcrübədir. Mülki hökumətləri belə götürsək. Nədən? Çünki kontekst nəzərə alınmadı.
xalqın tarixi, ədəbiyyat, mədəniyyəti nəzərə alınmır. Siz köçürə bilərsiniz, o səlahiyyətləri paylaya bilərsiniz. Amma və çox gözəl də yaza da bilərsiniz. Güclü hüquqşünaslarınız da ola bilər. Demokratik hökumətiniz də ola bilər. Amma o yenə də bir də görsən işləmir. Və yeri gəlmişkən bir söz gəlmişkən. Latin Amerikasında prezidentlər neyinir? Parlamenti ələ keçirmək, ona nəzarət etmək yerinə ali məhkəməni ələ keçirirdilər. Və parlamentin qəbul etdiyi, xoşlamadığı qanunları ali məhkəmə vasitəsilə ləğv etdirirdilər. Mesela Amerika'da bu səlahiyyət var, amma Amerika'da prezident bunu edə bilmir. Amma Amerika'da çox özünə məxsus bir örnəkdir. Heç kəs, o çox unikal bir tarixi təcrübədir. Oradan heç kəs köçürə bilməz. Onu heç kəs, Latin Amerika ölkələrinin örnəyi bunu göstərir. Amma xarici talizman fenomeni bir anlayış olaraq onu sizin tezüzə qüvvət uğurlu örnəklərdən öyrənməyə çalışarkən, uğurlu örnəkləri köçürüb, mənimsəməyə çalışarkən özlüyünü itirə bilirsən. O milli kimliyi anlamda yox. Amma o cümlədən hətta suverenliyi. Çünki sən artıq məlum olur ki, nəzarət edə bilmirsən gedişata və konstitusiya xilaskar ola bilmir. Çünki konstitusiya sadəcə bir tekstdir. Konstitusiyanı işləməsi üçün siyasi ənənələr olmalıdır. Siyasi ənənələr də xalqın mədəniyyətinə bağlıdır. Məsələn, razılaşmaya bilərsiniz. Ola bilsin, çox provokativ bir fikir söyləyəcəm. Amma məsələn, mən hesab edirəm ki, Azərbaycan xalqın mədəniyyəti liberal iqtisadi model üçün çox yararlıdır. Azərbaycan xalqı çalışqandır, Azərbaycan xalqı ticarəti bacarandır, Azərbaycan insanları qazanıb öz ailəsini dolandırmağa həvəslidirlər. Mənim hətta belə bir vaxt, tələbələri vaxtı ilə dərs dediyim illərdə belə bir zarafatım da vardı ki, başqa ölkələrdə xalq hökumətə sanki deyir ki, mənə iş ver. Bizim xalq hökumətə deyir, sanki deyir ki, məni işə salmır. Mən özüm işləyəcəm, qazanacam, dolandıracam, paylayacam. Ona görə Azərbaycanda iqtisadi islahatları düşünərkən mən çəkinmədən deyirəm, liberallaşdırmaq lazım. Nəzarət və çeşidli mərkəzləşdirmə cəhdləri Azərbaycan iqtisadiyyatı inkişafını əngəlləyir. Amma nə qədər paradoksal səslənsə də, elə Azərbaycan xalqının elə həmin bu ənənələri Azərbaycanda liberal siyasi sistemin formalaşmasına imkan vermir. Bu isə o deməkdir ki, əgər konstitusiyadan söhbət edirsə, Azərbaycanda parlament respublikasını qurmaq alınmayacaq. Yəni, edirəm, razılaşmaya bilər. Amma mən bu qənaətdəyim. Mən vaxtilə parlament respublikasının sevdalısı olmuşam, amma daşındım o fikirdən özə çoxdan. Mən çox qəti qənaətdəyim, Azərbaycanda parlament respublikası alınmayacaq. Liberal iqtisadiyyat alınacaq, parlament respublikası alınmayacaq. Və bunun tarixi örnəkləri də var və cəhdlər də olub alınmayıb. Düzdür, cəhd olub deyə o demək deyil ki, gələcəkdə də cəhd olsa alınmayacaq. Amma görünən budur. Azərbaycan konstitusiyasının teksti ilə kontekstini bir də bəzi yerlərdə uzlaşmadığını biz nədən görürük? Siyasətçilərimizin, yaxud elə cəmiyyətdə formalaşan arzuların konstitusiyanın tekstini çox aşır. Məsələn, çox zamanı eşitmək olar ki, Azərbaycan sosial dövlətdir. Deyil, əzizlərim. Həm konstitusiyaya görə deyil, Azərbaycan konstitusiyasının 7-ci maddəsində dövlətin tərifi verilir. 5 əlamət var orada. Demokratik, hüquqi, dünyəvi, unitar, respublika. Sosial sözü yoxdur orada. Düzdür, bu o deməkdir ki, sosial sözü yoxdur deyə bu sosial dövlət olmaya bilər. Var elə ölkələr. Elə ölkələr var ki, konstitusiyasında yazıb sosial, Almanya. Amma iqtisadi göstəricilərimiz də sosial dövlətə uyğun gəlmir. TGR deyilən bir şey var, Tax to GDP ratio. Yəni, toplam yığılan vergilərin ümumi daxili məhsula nisbəti. 2024-cü ilə görə Dünya Bankının 19% Azərbaycanda. Amerikada 34%. Amma Amerika sosial dövlət deyil. Sosial dövlət olan ölkələrdə əhaldən yığılan vergilərin ümumi daxili məhsula nisbəti 40% aşır, 50% aşır. Arzularla ehtiyatlı olmaq lazımdır. Sosial dövlət nə deməkdir? Dövlət sanki insanlara deyir ki, gəlin birlikdə inkişaf edək ölkələr. Yalnız dövlət büdcəsinə güvənməyin. Siz də paylaşın. Bu nə deməkdir? Yəni, mən sizdən daha çox vergi yığacam.
istəyirsinizsə bunu bilmirəm, mən şəxsən istəmirəm. Və məsələ də ondadır ki, bu bizim konstitusiyaya ilə ümumiyyətcə uyğun uzlaşmır. Halbuki amma birilərinin arzuları var. Hə, kimsə deyə bilər ki, bəs bazar münasibətlərinə əsaslanan sosial yönümlü inkişafın şərait yaradır deyə bir cümlə də var Azərbaycan. Amma o şərait yaradır. O demək deyir ki, Azərbaycan dövləti özü sosialdır. Konstitusiya deyir ki, Azərbaycan dövləti elə bir iqtisadi siyasət yürüdür ki, iqtisadiyyatda iştirak edən subyektlər, özəl subyektlər özləri sosial məsuliyyəti daşısın. Düzdür, bizim vergi məcəlləmiz heç onu təşviq etmir, amma o ayrı məsələ. Və layiqli həyat səviyyəsini təmin edir cümləsi var. Onu da çox yanlış yazırlar. Layiqli həyat minimalistik bir standartlardır o. Decent living standards.